Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə, 101 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 100 ədəd çətənə bitkisi götürülüb. Yabanı halda bitmiş 9865 ədəd çətənə bitkisi isə aşkar olunaraq məhv edilib. Ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 98, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb. Bu barədə Stop Narkotika Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.